Gün ortası xeyir olsun. Mən Əhmədov Akşin Fəxrəddin oğlu, Sabirabad rayon Qaragüney kənd sakiniyəm. Gözümü açandan zəhmətkeş ailədə doğulmuşam. Zəhmətlə yaşayıb, zəhmətlə dolanmışıq. Atam, anam müəllim olub, atam dünyasını dəyişib. Himayəmdə 2 az yaşlı körpə var, yaşlı anam var, dava dərmanla yaşayan. Dünənlərim iş yoldaşımızın toyudur Şirvan şəhərində Leyla Şadlıq evində. Gözəl toy, hər şey qaydasında, qəşəng toyda iştirak elədik kollektivçilikdə. Gedəndə dedi yol üstü, mən Kür körpüsünü keçəndən sonra Qaragüney kəndidir. Səlyandan da 2 nəfər qonağımız var idi. Dedi yol üstü bir çay da içək burada, söhbət sad eləyək. Toyun hayküyündən danışmaq da olmur da bir o qədər. Orada oturduq, biz çay içdik, 3-4 yoldaş da pivə içdi, 9-10 nəfər idik. Yəni o pivə içənlərdə rolda olmayan sürücü yoldaşlar idi. Durduq, pulumuzu da verdik. Durub gedəndə Ümid adlı kafedə, Sever yol deyilən ərazidə, Kür körpüsünə çatmamış. Horadiz yoluna gedəndə, Hacıqabul Horadiz yolunda. Bir polis əməkdaşı özünü təqdim eləmədən qarşımızı kəsdi. Dedi gözlüyün, işıqlar da sönüb yanırdı, nəsə işıqlarda problem vardı. Biraz gözlədik, dedi ki qardaş nədir, nə məsələ, dedi o gözlüyün deyəcəm. Gözlədik, nabaqdan bir neçə maşın polis gəldi. İçərisində tanıdığım polis əməkdaşları vardı, maskalı formada da əməkdaşlar var idi. Çox çobud surətdə bizi mindirdilər maşına. Çox çobud, itələyərək, belə, telefonu zadə əlimizdən elə aldılar ki, elə bil Vardaryanı mindirirlər maşına. Apardılar polis şöbəsinə, orada da sabaha can ayaq üstə qalmışıq. Axırda da bura qol çək, 51 manat cərimə ödə get. Mən xahiş edirəm adiyyəti orqanlardan ki, bu çay içməyin cəzası 51 manat cərimə və səhərəcən polis şöbəsində qalmaqdır. Bizə deyir ki, ora əxlaqsız yuvadır, bizə deyir, ora nəm pozğunxanadır, siz orada nə ağarırsınız, nə edirsiniz? Mən 41 yaşım var, ziyalı övladıyam, məni tanıyanlar bilir ki, mən rəhmətli atam 3 oğul toy eləyib, süfrəyə içki qoymayıb. Bizi tanıyanlar bilir ki, qardaşım 2 toy eləyib, süfrəyə araq qoymayıb. Mən özüm toy eləmişəm, uşağıma kiçik toy, Tural Şadlıq evində 600-650 adamla, orada süfrəyə içki qoymamışam. İçki içəndə ölüyük, qumar oynamırıq, başqa işlərlə məşğul deyilük. Zəhmətkeş adamları, halal çörəyimizi qazanırıq. Maşın sürürəm, ictimai nəqliyyatda işləyirəm, ölkənin hər yanını gəzirəm. Hər yanda kafelərdə otururuq yolda, restoranlarda otururuq, mağazalardan alver edirik. Ölkənin heç yerində bizə deməyiblər ki, burada niyə çay içirsən, burada niyə çörək yeyirsən. Burada da orada hər hansı bir o kafedə, başqa kafedə, ölkənin başqa yerində, hər hansı bir orada başqa hərəkət varsa, mən o hərəkətin iştirakçısıyamsa, qanun hamı üçün qanundur. Bəli, biz də cəzamızı çəkək, necə lazımdır belə artıqlaması ilə. Yox, əgər çay içib, durub pulu verib, sözsüz, söhbətsiz gedib, heç bir şeylə məşğul olmadan, stolumuzda hər hansı bir qadın oturmayıb, stolumuzda hər hansı bir hərəkət olmayıb, stolumuzda başqa hərəkət olmayıb, çayımızı içmişik, 4 nəfər çay içib, 5 nəfər hərəsi bir bakal pivə içib. İndi mən özüm içki içəndə öləm, çay içmişəm. Durub gedəndə bizi elənçinə çobud hərəkətdə aparıblar. Bəli, mən dəstəkləyirəm, mən dövlətin bu siyasətini dəstəkləyirəm, yaxın üzvüyəm. Bəli, hər hansı bir pis hərəkətlər varsa, hər hansı bir o xoşa gəlməz hallar varsa, onlara qarşı keçirilən reydləri də dəstəkləyirəm bir vətəndaş kimi, bir yaxçı kimi. Çox gözəl, çox yaxşı, bəli, bu cəmiyyətimizə yararsız insanlar, cəmiyyətimizə ləkə salan hərəkətlər varsa, bəli, tədbir görülməlidir. Amma bunu aparanda bir insanın cinayəti də olanda onun keçmişini araşdırırlar, bir ondan analiz götürürlər, bir onun xarakteristikasını öyrənirlər ki, bu insan nə olub, nə yolun quşudur, hansı yuvan quşudur, hansı işlə məşğuldur, nə ilə məşğuldur, bu keçmişdə nə ilə məşğul olub, indi nə qarır, hardan gəlir, hara gedir, yoxsa oturub çay içib, pulunu verib gedir, qəfil əməkdaş qarşısına kəsir ki, polis şöbəsinə getməlisən. Bəli, gedək, borcumuzdur. Biz orada işıq da sönmüşdü, mən oradan qaça da bilərdim, gedə də bilərdim. Niyə də qaçmalıyam? Axı mən nə cinayət eləmişəm ki, qaçam, gizlənəm, nəsə olsun. Çox xahiş edirəm ki, bizə çobudluq eləyən polis əməkdaşları barədə
o dövlətin bu uğurlu siyasətinə ləkə salan polis əməkdaşları barədə tədbir görülsün. Rayonumuzun rəisindən də xahiş edirəm. Çox xahiş edirəm ki, Şirvan şəhər polis rəisindən, Daxili İşlər Nazirliyindən, Baş prokurorluqdan, insan hüquqlarından, cənab prezidentimizdən, Ali Baş komandanımızdan xahiş edirəm bir hüquqi tədbir görülsün. Mənə niyə görə 51 manat cərimə yazılmalıdır? Mən çörək qazanan bir insanam. 51 manat cərimə mənə maddi cəhətdən bir o qədər də ziyan vurmur. Ancaq mənəvi cəhətdən mən ki, körpə balam sabahacan ağlaya-ağlaya ata yolu gözləyir. Xəstənam, pəncərənin qabağında oturub ata yolu gözləyir. Mən indi yazılıda müraciət eləyəcəm. İndi axşamçağıdır, saat neçədir? Saat 4:02 dəqiqə qalır. Bizi saat 11-in yarısından aparırlar axşam polis şöbəsinə. Sərvizi 6-ya qalmış bırakıblar. 6:05 dəqiqə ya 7 dəqiqə belə qalmış bırakıblar. Niyə görə? Nədir səbəb? Əgər orada cəza var etsə də, orada oturub çay içmək özü bir günah etsə də, orada yazıydılar cəriməmizi. Aparan kimi yazıydılar. Bir araşdırıydılar. Görə nədir? Heç biri oradakı bəlkə də bir axmaq adam var. Axmaq adamla bir ziyalı övladına fərq qoyulmadan, ictimai nəqliyyatda işləyən, özünü apara bilən insana fərq qoyulmadan elə cəriməni yazıb, ora qov, bura qov. Mən çox təhqir olunmuş hiss eləyirəm özümü. Mən o Vardanyanla özümdə hiss eləmədim ki, elə bil o Vardanyanı bizdən hörmətlə apardılar təcridxanaya. Yəni günahı olmayan bir adama günah yazmaq olmaz. Çox sağ olun. İnşallah yəqin ki, bunun bir nəticəsi olar. Haqq ədalət öz yerini tapar. Allah dövlətimizi qorusun.